Salam. Necəsiniz? Nə var, nə yox? Mən yaxşıyam, çox şükür. İdarə edirik yavaş-yavaş. Bu arada sabah oruçluğun son günüdür. Allah tuttuğumuz bütün oruçları, etdiyiniz duaları, kıldığınız namazları qəbul eləsin. Bayramınız, Ramazan bayramınız mübarək olsun. Onun eyni günə düşür. 20'si 21'i Novruz bayramında qarşıdan gəlir. Novruz bayramınız da mübarək olsun. Bugün mən də Novruzun ənənəsini yerinə yetirim dedim. Paxlava pişirim. Kakoslu paxlava eləyəcəm. Xəmirini eləmək üçün mən kakoslu paxlavanın xəmiri həmən qozlu paxlavanın xəmirindən eynidir. Burada mənim 700 qram unum var, 3 yumurtanın sarısı var, 200 qram qaymaq var, 1 stəkan süd var. Burada 2 paxlavanın yağıdır, amma biri 150 qram. Bir dənə vanilimiz var, bir çimdik duz. Mən burada pesokla şeyi qatmışam, mayayı. İkisi bir yerdədir. Belə də deyim ki, bu bizim hörmətli Elmira Qədirovanın reseptidir. Mən hər il onu eləyirəm. Çox da bəyənilir, çox da yaxşı çıxır. Qrama qram eləyirəm, tərəzi ilə ölçürəm hamısını. Belə. İndi bunların hamısını bir-bir tökək, xəmirimizi yoğuraq. Mayayla pesoğu şəkəri yəni tökdüm. Məndə instant maya olduğu üçün kənarda mayalandırmağa ehtiyac görmədim. Çünki bilirsiniz instant mayanı birbaşa unun içinə tökürük. Bir çimdik duz, bir dənə vanil, duzumu da tökdüm. İndi bu toz şəklində olan ərzaqlarımızı qarışdıraq. Ondan sonra qalan ərzaqlarımızı tökək. Burada dediyim kimi 150 qram kərə yağı var. O da otaq temperaturundadır bu. Əritməyə ehtiyac yoxdur. 3 dənə yumurtanın sarısıdır. Belə bunları elədim. Əlcəyimi götürüm. Əlcəyimi tapdım. Bunları yavaş-yavaş yoğururam. Paxlavanın xəmiri biraz çox yumuşaq olmur. Əslində bu südün mən 1 stəkan südün hardasa yarısını tökdüm. Mən elə gəlir bu bəs eləyəcək. Bu xəmiri yoğuraq, qoyaq. Xəmirimiz hardasa bir 40-45 dəqiqə dinlənməlidir. Dursun, özünə gəlsin, xəmir özünü tutsun. Ondan sonra içliyimizi eləyək. Bir də şərbətimiz var. Şərbətimizi eləyək. Sonra hamısını bir arada buluşturacaq. Əzizlərim, mən xəmirimi yoğurdum. Xəmirim hazırdır. Xəmirə gedən ərzaqların hamısı ev temperaturunda, otaq temperaturunda olanda daha yaxşı olur. Bunu mən üstünü örtürəm. Yarım saat 40 dəqiqə dincəlməyə qoyuram. Daha sonra bizim burada içliyimiz var. Mən öncə əvvəldən hazır elədim ki, çox vaxtımız getməsin. Kakos var burada. 300 qram kakos var. 2 stəkan pesok var. Bir də hil tökdüm, hil tozu tökdüm içinə. Bu bizim arasına koyacağımız kakosumuz. Bu da üstüne tökəcəyimiz şərbətimiz. Şərbət də 2 stəkan pesok, stəkan yarım su var burada şərbətdə. Bir də onu mən əritməyi unuttum, kərə yağını, 1 stəkan kərə yağını üstündən tökəcəyik. Mən bunları elədikcə etap sizə çəkəcəm. Xəmirimiz hazırdır. Bir xəmirimizi dediyim kimi bir yarım saat 40 dəqiqə gözlətdik. Mən nişasta istifadə edirəm, un istifadə eləmirəm yayanda. Bunu biz tərəzi ilə ölçüb böləcəyik. Bir dənə böyük xəmirimiz olacaq, 2 dənə. İkisi alt üst böyük xəmirlərimiz. Balaca xəmirlərimiz də araya 10 dənə, 10 kündə eləyəcək. 200 qram bir olacaq, 300 də biri alt üst. 200 qramlığı alta eləyəcək, 300 qramlığı da üstünə yayacaq. Demək, kündələrimizi elədik, hazırdır. Böyük kündələrimizdən biri 300 qram, biri də 250 qram. Qalan kündələrimiz də 10 dənə 70 qramdan kündələr elədim mən. İndi bu kündələrin üstünü örtək, bir 10 dəqiqə dincəlsin. 10 dəqiqədən sonra yayıb içləməyə başlayacaq. Xəmirimiz dincəldi. Mən kündələri 10 dəqiqə gözlətdim. Altına elədiyim böyük kündəyi yaydım. Onu sinimizi yağladım. Bunu sərirəm.
Bunun kenarlarını kesək. Artıqlarını çıxardaq. Bu bunu kakoslamırıq. İkinci xəmirimizi də yayın üstünə sərəcəyik, ondan sonra kakosunu tökəcəyik. İndi yaydım, birinci balaca kündəmi yaydım. Kakosluyuram, amma bir şey deyim ki, kakosu çox qoz kimi belə çox bol eləmirik. Onda sərt olur. Kəsilməyi də normal olmur, yəni bərk olur, kəsilmir. Onun üçün kakosunu belə az tökürük. Yağını da deməyin ki, niyə yağlamadım. Mən bunun yağını ən sonda üstünə tökəcəm. İçinə yağ tökmürəm. Bu şəkildə paxlavamız yaydıq, kakosladıq, hazırdır. Kənarlarını da belə bıçaqla içinə salırıq ki, daha yaxşı görünsün deyə. Sonra xətkeşlə, yəni cədvəllə bunu kəsirik. Əvvəl kənarlarından belə 1 santimlik kəsirik. Ondan sonra normal paxlava şəklində kesəcəyik. Paxlavamız hazırdır. Çıxartdıq. İndi şərbətimiz var. Mən şərbəti bunun ağızlığı var deyə, bununla yaxşı töküm deyə buna tökdüm. Şərbətini də tökürük. Bir də onu deyim ki, mən bunu fırına verəndən sonra bir yarım saat sonra çıxartdım. Stakan yarım yağla yağladım. Sonra bir də fırına qoydum pişməyə. Bunun şeyi budur. Onu çəkə bilmədim. İndi isə bu kakoslu olduğu üçün bunun üstünə biraz kakos tökək. Baklavamız hazırdır. Gördüğünüz gibi çok güzeldi. Keşke buradan size tadını da gönderebilsem. Ben biraz ince elədim. Özüm kakosunu çok koymadım. Çünkü kakosunu çok koyanda çok sert olur. Üstüme başıma da bakmayın. Çünkü çok yoruldum. İkinci sinimi de koydum pişmeye. Pişirenlere, yiyenlere nuş olsun. Bayramınız bir daha mübarek olsun. Görüşürüz.